Xoş gördük əziz dinləyicilər. İran-Amerika müharibəsi bilirsiniz çox qaynar fazada davam edir və bu günlərdə Trump'ın açıqlamaları kifayət qədər maraqlıdır və bu açıqlamaları da mən sizə çatdırmaq istəyirəm. Yəni açıqlamada bundan ibarətdir ki, Amerika bildirir ki, biz artıq İranda ən vacib hədəfləri tamamilə məhv etdik və vurmuşuq. Bundan sonra artıq məsələnin ikinci güclü, ikinci faza bilirsiniz, birinci faza açıldı, rəhbər öldürüldü və sonra dedilər ikinci faza daha ciddi bombardımandan sonra bugün üçüncü faza adlandıra biləcəyimiz bir fazaya keçir ki, bu da ondan ibarətdir ki, Amerika bildirir ki, biz artıq vacib infrastrukturları darmadağın etmişik. Bundan sonra olan isə tam nöqtə əsaslı atışlar olacaq. Yəni, hər hansı bir şey yaratmaq istədikdə, hər hansı bir hərbi hissə yaratmaq istədikdə və yaxud da bəsicin, sepahın yerləşdiyi yerlərə zərbə vurmaq. İkinci bir məsələ isə, burada da Ukraynanın təcrübəsindən istifadə etmə məsələsi var. Bu, Ukraynanın kiçik dronlarının məhz həm dronlardan qorunma, həm də bu dronların istifadəsi də məhz buna görədir. Burada məsələ bundan ibarətdir ki, Amerika ən bahalı yerləri artıq məhv eləyib və İranın heç bir infrastrukturu qalmayıb. Biz bunu hardan görürük? Biz bunu birinci gün 350 raket atan İran bu günləri artıq 28 raket atıb. Və bunlar da onu göstərir ki, artıq İranın müqavimət dairəsi tamamilə daralıb və bundan sonraki olan hadisələr o kiçik dronlarla artıq insanları öldürmə, rəhbərləri öldürmə, yəni Sepaha aid olan generalı, leytinantı, nə bilim ona aid olan zabitləri öldürməkdən gedir ki, bu da ağlabatandır. Çünki bildirilir ki, bilirsiniz, bu 12 gün ərzində Amerikanın çox ciddi bombardımanı oldu ki, bunlar hamısı nəzərdə tutulan obyektlər idi. Və bunlar da məhv edildi, kənara çıxardı. Mən ona görə bu barədə danışanda bildiririm ki, bundan sonra İran rejiminin ayaq üstə durmaq imkanı yoxdur. Bəlkə də ən gözəl hadisə onun hakimiyyətdən getməsi olardı. Niyə görə? Dostlar, bir məsələni sizə izah edeyim ki, insan müharibədə olduğunda bir anlıqda özünüzü düşünün. İnsan bir əlində avtomat tutduğunda, isti bir müharibəyə girdikdə onun yadına nə yemək düşür, nə su düşür. Heç yatmaq da, yuxu da onun yadına düşür. Çünki isti fazadadır və insanın beyni tamamilə odaqlanır müharibəyə. Amma müharibə bitdikdən sonra, ondan sonra yadıma düşür ki, sən açsan, sən sussan. Bu günləri mən istəyərdim ki, hətta Amerika döyüşü saxlasın, çəkilsin okeana və gözləsin. Çünki tamamilə elə bir vəziyyət yaranıb ki, orada heç bir infrastruktur qalmayıb və İran xalqının böyük bir humanitar ehtiyacı var. İkinci bir mənada ki, bugün təbliğatlar vardı ortada ki, ay Amerikanın silahları tükənir, ay İran müqavimət göstərir, İran qalib gəldi. Dostlar, bunun nə üçün olduğunu mən sizə xatırladım. Bu günləri İranın ruhu ilə, təfəkkür ruhu ilə, onların təbliğatı ilə, Rusiya təbliğatı arasında heç bir fərq yoxdur. Hamısı eynidir. Xatırlayın Rusiyada baş verən 4 il ərzində baş verənləri. Deyirdilər, vurarıq, dağıdarıq, Rusiya qalib gəlir, orada bir klon var, o məğlub olacaq, artıq Rusiya irəliləyir, torpaqlar alındı, filan bəsməkan xatırlayırsınızmı? Və yaxud da bütün bunlar baş vermədikdən sonra, Ukrayna ciddi surətdə müqavimət göstərdikdən sonra belə bir şayanatla, sən xəbərin yoxdur, Ukrayna darmadağındır. Bundan da artıq soyublar. Sonraki üçüncü addımda nə dedilər? Biz dünya ilə müharibə aparırıq. Yəni uduzuruq, düz deyirsiniz, amma biz dünya ilə müharibə aparırıq, özlərini sığortalamaq istəyirlər. Eynən İranda da bu günlərə eyni təbliğat sürür. Baxın, görürsünüzmü? Amerika qorxdu, Amerika qaçır, biz onu məhv edirik, Amerika yalvarır ora-bura, biz qalib gəlmişik. Baxın, bütün bunlar eyni siyasətdir. Və yaxud da ki, deyirlər ki, İran bütün dünya ilə vuruşur. Bax, eyni siyasətdir. Tamamilə Rusiyada baş verən təbliğatla İranda baş verən təbliğat tam surətdə eynidir və bir yerdən qaynayır çıxır. Buna görə də bunları tamamilə heç bir həqiqəti əks etdirmir. Bugün İranda olan vəziyyət dəhşətli dərəcədə ağırdır. Bu günləri öldürülən İranın lideridir. Necə qalib gəlir? Bugün öldürülən İran generallarıdır. Bugün vurulan İran bazalarıdır. Nə Netanyahu vurulub, nə onun naziri, nəsə onun bir baş leytinantı vurulub, nə də Trump vurulub. Hər kəs öz yerindədir. Qırılan İrandır. Və qırılan İrandırsa, qırılan Sepahdırsa, rejimdirsə, deməli uduzan da rejimdir. Buna indi bir don geydirmək ki, biz qalib gəlirik, bunların heç bir mənası yoxdur. İkinci bir məsələ isə bugün
İstər Amerika orada müharibəni dayandırsın, istəyir davam etsin. İnanın mənə, bu gün İran xalqının daha çox artıq Avropaya və Amerikaya ehtiyacı var. Bu günləri İranın məhv olmuş infrastrukturu üçün normal bir seçki keçirdib, ora bir hökumət gətirmək və o hökumətin Amerika ilə, Avropa ilə danışması lazımdır. Çünki burada qorxulu bir məsələ yoxdur. Bu gün İran başlarının təbliğ etdiyi məsələ doğru məsələ deyil. Bu gün İrana həqiqətən maliyyəyə ehtiyacı var. Bu gün bütün dünya İspanya müstəqil deyilmi? Almanya müstəqil deyilmi? İngiltərə müstəqil deyilmi? Hər biri bu günləri dünyada Amerika ilə də, bütün dünya ilə də əməkdaşlıq edir. İran da etməlidir, amma İranın xilası bu gün maliyyəyə necə deyirlər, söykənir. Bu maliyyə də heç kəsdə yoxdur. Çin ona maliyyə verib tamamilə işğal edəcək. Rusiyada bu maliyyə tamamilə yoxdur. Bütün bu maliyyə Avropada və Amerikadadır. Bu günləri onlarla münasibət qurmaq, heç bir dövləti təhdid etməmək, İsraili təhdid etməmək, Ərəbi təhdid etməmək, Azərbaycanı təhdid etməməklə və Avropanın necə deyirlər, parasını, pulunu ölkəsinə gətirməklə İran bundan sonra xilas ola bilər. Əgər İran xilas olmaq istəyirsə, ona yalnız artıq güclü surətdə maliyyə lazımdır. Təşəkkür edirəm diqqətinizə görə.